Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialı tərəfindən işsiz və iş axtaran şəxslər üçün növbəti əmək yarmarkası bu dəfə Ağcabədidə təşkil olundu. Ağcabədi Olimpiya İdman Kompleksində baş tutan yarmarkaya işsiz və iş axtaran kimi qeydiyyatdan keçən 272 nəfər şəxs qatılıb. Əmək yarmarkasında 8-i dövlət, 16-sı isə özəl sektordan olmaqla ümumilikdə 24 işə götürən müəssisə iştirak edib. Yarmarkada işsiz və iş axtaran şəxslərin seçimi üçün ümumilikdə işə götürənlər tərəfindən 120-dən artıq vakansiya təklif edilib. Həmçinin burada iş axtaranlarla işə götürənlər arasında dialoqlar qurulub, müəyyən məsləhətləşmələr və fikir mübadilələri aparılıb. Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi aidiyyatı üzrə növbəti əmək yarmarkasını Ağcabədi rayonunda təşkil etmişdi. Yarmarkada 24 müəssisə, 120-dən artıq vakansiya çıxardılmışdı. Əmək haqqı vakansiyalar üzrə minimum 400 manat, maksimum 1200 manat arası dəyişkəndir. Məqsədimiz burada Ağcabədi rayon sakinlərini işə götürənlərlə eyni platformada görüşdürmək, təmasını yaratmaqdır. Ümid eləyirəm ki, yarmarkamız həm Ağcabədi sakinləri üçün, eyni ilə də işə götürənlər üçün faydalı olacaqdır. Bugün burada biz ikinci artıq iştirak edirik əmək yarmarkasında. Təşkilatçılıq yüksək səviyyədədir. Həmçinin də bunun bizə bir xeyri ondan ibarətdir ki, vətəndaşlarla, bizə lazım olan kadrlarla birbaşa əlaqə yaradırıq. Onların işə müəyyən yanaşmasını, müəyyən buradakı fikir hamısını burada bölüşürük. Güman eləyirəm ki, bunun həm işə götürən olaraq bizə, həm də vətəndaşlara müəyyən qədər bir xeyri var və bunu çox istərdim ki, bütün rayon, Ağcabədi rayonu olaraq bütün işə götürənlər bundan faydalansınlar. Çünki insanlarımızla birbaşa təmasda, yəni işə götürən olaraq olması həqiqətən də çox faydalıdır. Və burada da məşğulluq idarəsi olaraq da çox gözəl bunu təşkil edirlər. Mütəmadi məlumatlandırırlar. İstər bu tədbir olsun, istər hər iki tərəf üçün olan tədbirlərdə çox gözəl məlumatlandırırlar və biz də müəyyən qədər istəyirik ki, həmin tədbirlərdə iştirak edib həm özümüz üçün faydalanaq, yəni xeyrimizə olsun, həmçində ən əsası da işsiz vətəndaşlarımızın işlə təmin olunması. Vətəndaşları işlə təmin olunmaqla bağlı maraqlandıran suallar aidiyyəti insanlar tərəfindən ətraflı şəkildə cavablandırılır.